Herkese salamlar dostlar. Bugün sizlerle birlikte Linux əmrlərinin 3-cü part videosunu çəkirik. Burada isə digər vacib əmrləri görüb onları tətbiq etməyi öyrənəcəyik. Başlayaq videomuza. Öncəliklə virtual maşından əməliyyat sisteminə keçid edirəm. Bir saniyə açılsın. Açıldı. İndi isə mən buradan terminalımı açıram. Öncəliklə digər videolarda sizə deməmişəm, ancaq çox istifadə etdiyim bir əmr var mənim. Sudo su əmridir. Bunun vasitəsilə biz adi istifadəçi hesabından root istifadəçi hesabına keçirik. Rootla adının fərqini yəqin ki bilirsiniz. Root istifadəçisi kompüterdə, yəni əməliyyat sistemində istənilən hər bir şeyə problemsiz daxil ola bilir, onu idarə edə bilir və dəyişdirə bilir. Ancaq adi istifadəçi isə heç də belə deyil. Bəzi əmrlərdə icazə ləğv olur. Yəni qısacası adi istifadəçi o qədər işimizi görmür. Sudo su deyib əməliyyat sisteminə giriş üçün lazım olan pasportu yazıram. Beləliklə gördüyünüz kimi root hesabından keçsin. Root hesabının panel pəncərəsindəki işarə ilə biri dollardır, digər isə DS işarəsidir. Yəni, bu da fərqlənir. Məsləhətçisi odur ki, root hesabından çox geniş istifadə edəsiniz. İlərədəki dərslərimizdə bunu görəsiniz ki, yəni root hesabı bizə çoxlu əlverişli imkanlar təqdim edir. İndi isə keçək. Bugün keçəcəyimiz əmrin adı grep əmridir. Grep əmri nə edir? Grep əmri hər hansısa failin içərisində fail və yaxud da text faili olsun, qovluq olsun, bunun içərisində söz axtarmaq üçün istifadə olunur. Gəlin əvvəlki dərslərdən öyrəndiyimiz tas əmri ilə bir dənə fail yaradaq. Nano əmri ilə hələ keçməmişik nanonu, ancaq nano əmri də failin içərisində yazmaq üçündür. Nano əmri ilə onu da içərisinə faili yazaq və grep əmri ilə axtaraq. Tat save.txt faili yaradıram. Gördüyünüz kimi yarandı. Elə istəyib görürəm bunu save.txt. Nano əmri ilə save.txt-i açıb içərisini yazıram. Buraya yazıram ki, salam hello world. Bir dənə dilimizi dəyişək. Salam hello world. Ctrl-O enter deyib daha sonra Ctrl-X edib çıxıram. Demək, bu yadda saxlanıldı. İndi isə gəlin bu sözü oxuyaq hər ehtimala qarşı. Görək içərisində yazılanı düşürmü? Gördüyünüz kimi salam hello world yaddaşını yazıb. İndi mən grep əmri ilə bu failin içərisindən salam sözünü axtaracağım. Grep save.txt salam. Sonra işləmədi. Salam save.txt. Gördüyünüz kimi yerini dəyişərmişim, onca problem olmuşdu. Burada salam sözünü tapdı. Qırmızı əmri işarəsi, yəni filan yerdədir. Bunu deyim ki sizə, indiki vəziyyətdə çox da işimizə yaramır. Ancaq irəlidə içərisində çox geniş məlumatlar, kodlar olan failin içərisindən əmr axtaran zaman çox geniş istifadə olunur bu əmrdən. İndi isə ifconfig əmrindən danışaq. Ifconfig əmri bizə kömək edir ki, İndi isə keçək biz ping əmridə. Ping əmri vasitəsilə biz verdiyimiz server üzərindən ona istəklər göndəririk. Əgər o düzgün cavabı, yəni öz IP ünvanı ilə bizə cavab yollasa, biləcək ki, o yəni serverlə bizim əlaqəmiz var. Ping bu şəkildə yazılır və server adı, məsəl üçün www.google.com Gördüyünüz kimi əməliyyat icazı davam edir. Google-un IP adresini verdi bizə və müəyyən saniyələrdə müəyyən göndərdiyi paketlərdən müsbət cavab gəldiyi üçün bizə bu nəticəni ekrana çap edir. Biz bu əmr vasitəsilə də istər serverlər olsun, istər digər kompüterin IP adresini yoxlayaraq bilə bilərik ki,
o IP adresinə bizim əlaqəmiz var yoxsa yox. Bu eyni zamanda Windows'da da işləyir, ping əmri. Yəni orada da istifadə edə bilərsiniz. Bu arada Ctrl+C əmri ilə istənilən gedişatlı prosesi dayandırmaq olur. Daha sonra keçək ifconfig əmrinə. Ifconfig əmri şəbəkə üçün çox lazımlı və vacib əməliyyatlardan biridir. Bu əməliyyat vasitəsilə biz qoşulduğumuz networkun detallarını göstərəcək. Ifconfig vuranda mənim qoşulduğum internet adresi, loopback, broadcast adresim, hər bir şeyi burada göstərir. Əsas biz alt hissəyə yox, üst hissəyə baxmalıyıq. Çünki Ethernet 0 hansı tərəfdən qoşulubsa, ondan məlumatlar göstərir. Inet bizim public IP adresimizi göstərir. Burada subnet maskamız var. Broadcast yayma adresimiz var bizim. Və s. Bir çox lazımlı əməliyyatlar burada. Əməliyyat və məlumatlar burada görünür. Eyni zamanda siz ifconfig help deyərək bunun üzərində edə biləcəyiniz bütün əmrləri görə bilərsiniz. Yəni bu çox geniş alətlərdən biridir. Keçək widget əmrinə. Widget əmri hər hansısa faylı yükləmək üçün istifadə olunur. Widget, bura isə o faylın linkini qoyduqda o fayl birbaşa yüklənəcək. Gəlin yoxlayaq. Girirəm Firefox-a. Deyirəm ki, ya da Firefox-a girmək elə özümüz deyək. Widget Liftpad deyirəm. Bu bir text editordur. Bayaq nano əmri vasitəsilə biz faylımızı burada açmışdıq. Gördüyünüz kimi yükləmə prosesi başlayır. Bunu dayandırın çünki mənim özümdə var. Bunun vasitəsilə siz istədiyiniz proqramı yükləyə bilərsiniz. Var apt install. Apt install nə edir? Paket tipli proqramları, yəni nə tərzdə? Var Liftpad proqramı, bu açıq mənbə lisenziyalıdır. Yəni bunu birbaşa exe faylı kimi nəzərdə tutsaq və ya da .debian genişlənməli fayl kimi nəzərdə tutsaq, bu birbaşa yüklənir və öz-özünə quraşdırılır. Ancaq elə fayllar var ki, bunun zipin içərisində yerləşdirirlər və ya da digər əlavələr var ki, onu əllə quraşdırmaq lazımdır. Bunu apt install vasitəsilə eləmək olar. Apt install bizə imkan verir ki, onu birbaşa yükləyək. İndi də bunu sadə bir proqram üzərində göstərəcəm. Bu da mousepad proqramıdır. Mousepad proqramında Liftpad kimi oxşar funksiyalar malikdir. İkisi də text editor kimi gedir. Gördüyünüz kimi bu da yükləndi. Sonra var su əmri. Su əmri çıxış vermədən bizi birbaşa Linux-a aparacaq. Və yaxud da belə deyək. Biz buradan çıxış edib switch user desək, buradan elə bir şey bizi əməliyyat sistemindən çıxardacaq, arxa plan zat hər şey sıfırlanacaq, bizi keçəcək digər istifadəçiyə. Ancaq bundan qaçmaq üçün, rahatlaşmaq üçün su əmrindən istifadə edirik. Su əmri bu şəkildə yazılmır doğrusu. Su kali desəm, mən aparacaq kaliyə. Və yaxud da root desəm, mən aparacaq birbaşa root hesabına. Gördüyünüz kimi. Və yaxud da gəlin su kali deyək. Çünki root hesabındayım, bunu unutmuşam. Gördüyünüz kimi kali istifadəsini bizi gətirdi. Su root desək, bizi yenidən password istəyir. Bunu yazdıqdan sonra bizi root hesabına gətirib çıxardacaq. Kod səhv yazdım. Çox güman. Nəysə, bunu sonra həll edərəm. Hələ ki, sudo suyuna keçeyim. Səhv yazmışam. Bu paroluna keçsin, ancaq o keçsin. Nəysə. Bu da gördüyünüz kimi. Aha, var git clone əmri. Git clone əmri də çox istifadə olunan əmrlərdən biridir. Bu da GitHub və yaxud da digər GitHub tərzli platformlardan proqram və yaxud da tool yükləmək üçün lazım olan
alətdir, əmrdir. Yazılışı bu şəkildədir. Git clone. Git clone şəklində yazılır. Məsələn, girək elə bir GitHub sub.py yükləyək məsələn. Misal üçün deyirəm. Keçirib bu hissəyə GitHub'dan, aha. Bu hissə açılır. Biz sağ tərəfdə kod hissəsinə gəlirik. Burada gördüyünüz kimi bizə bir bağlantı verici yükləyir. Bunu kopyaladıqdan sonra gəlirik git clone, Ctrl+Shift+V deyib bunu kopyalayıram bura. Və enter vurduqda hər bir şey yükləndi. Gördüyünüz kimi elə istəsəm sub faylı gəldi bura düşdü. Bu da belə. Uname əmri var. Bu da çox sadə əmrdir. Bu da sistemin adını göstərir. Linux sistemidir. Bunu Windows istifadə etsəniz, Windows əməliyyat sistemi deyə çox güman. Uptime əmrimiz var. Uptime əmri isə bizim sistemdə aktiv olduğumuz vaxtı göstərir. 12 dəqiqədir artıq sistemdə aktivik. Bu qədər də iş görmüşük. Less əmri var. Failin içərisindəki yazıları qısaldır. Bu çox da vacib deyil. Məsələn, less save text desəm, onsuz da azdır, gördüyünüz kimi azalıb göstərəcək. Ent deyib çıxsaq buradan. Buradan necə çıxacağımı da bilmirəm. Nəsə yeni bir Ctrl+Shift deyib yeni bir səhifə açaq. Var more əmri. More əmri də bu şəkildə yazılır. Less'in əksidir bildiyiniz kimi more əmri. Bu da failin çəkicazları daha ətraflı uzadır. Sort əmri var. Sort əmri də failləri oxumaq üçündür. Sudo deyib bayaqki failimizi gəlin oxuyaq. Sort seed .text faylı görən nə deyir? Gördüyünüz kimi bu da failləri oxumağın bir növüdür. Ancaq bunun da digərindən fərqi var. Ancaq gözə çarpan dərəcədə deyil. Hissəli əmrimiz var. Hissəli də bildiyiniz kimi tarixçədir. Bu verdiyimiz əmrləri göstərir. Yəni, aktiv olduğumuz vaxtdan 12 dəqiqə ərzində nə qədər əmr vermişiz, onu göstərir. Baxın, başdan ayağımızı göstərir. Linux'da əmrlərimiz bu qədər idi. Digər hissələrdə ardı gələcək. Sağ olun, salamat qalın.